Azərbaycanda kişilərin çoxu qara kostyum və qara köynək geyinir və bunu çox cool sayır. Bunu da daha çox filmlər, özəlliklə Türk filmləri irəli sürürlər. Orada qara kostyum, qara köynək geyinirlər. Bu bir şablondur. Onu rejissorlar, ssenaristlər, prodüserlər qara qüvvələri ayırmaq üçün vizual olaraq onları qara geyindirirlər. Ona görə qara kostyumla qara köynəyi geyinməyin. Ümumiyyətlə hansısa kostyumla qara köynək geyinmək yanlış sayılır. Ən yaxşısı ağ rəng. Ağ-qara qarşılıqlı rənglər olduğu üçün qara kostyumla çox yaxşı görsənir. Çox ciddi bir obraz yaradır. Mütləq cibinə də bir dənə ağ yaylıq qoyun ki, daha gözəl görsənsin və yaxud mavi köynəklə gözəl görsənəcəkdir və cibinə isə yaylığı istənilən rəngdə qoymaq olar. Mən əsasən bu kostyumu geyinəndə ağ köynəklə geyinirəm və onun üzərinə həm də bir qat da əlavə edirəm. Burgundi rəngdə sviter və demək olar ki, o qara və ağ dəsti biraz rəngləndirir, canlandırır və daha maraqlı göstərir. Bəs siz qara kostyumu necə geyinirsiniz?